tutum yoxdursa valideyndə, valideyn ayrı seçkilik qoyursa uşaq üstündə, məsələn, tam ki ikisi dalaşır, daimi birini müdafiə edir. Bəli, bəli. Məsələn, mən çox görmüşəm, bilmirəm sizdə təcrübədə olub, bunu böyüyüb belə danışırlar sonra. Yəni Bilirsiniz. həmişə atam məsələn qardaşımın tərəfini saxlayardı. Heç vaxt mənim tərəfimi saxlamazdı. İndi də biz bir-birimizi qısqanırıq. Yox, təbii ki, yəni oradan gəlir də elə problemin bir hissəsi oradandır, bir hissəsi. Yəni çünki çox yaxşı yönləndirdiniz məsələni ki, biz sadəcə qadın-kişi qısqanclığından danışdıq, amma bu Çox həm də geniş mövzudur. fərqli mövzudur da. Yəni Qısqanc qaynanalar var məsələn. Yox, əlbəttə ki, qısqanc həkimlər də var. Bəli, kolleqaları qısqanmaq olar. Aha. Peşə, yəni ki, peşə ilə bağlıkən uğurludur və yaxud da hansı ki, yəni fərqlidir. Yəni ki, baxış bucağı hardan baxır, amma indi cəmiyyətdə bu daha çox görülən bu qadın-kişi qısqanclığıdır deyə biz daha çox sanki onun üzərindən getdik və sanki danışanda kişilərlə bağlı şey oldu ki, yəni kişi qısqanclıqlarının çətin tərəfi odur ki, yəni qısqanclığını da deməyək, yəni daha artıq bu paranoyasının, sayıqlamasının çətin tərəfi odur ki, bu boşanmalara, şiddətə, cinayətə filan gətirib çıxara bilir və ona görə də bəzi adamlar bunu vaxtında həll eləyə bilirlər. Hansı ki, bəzi qadınlar ilkin mərhələdə buna adi baxır və bir ailə ki, 6 il, 8 il, 10 il keçib və bu adam get-gedə qısqanma arealını daha da genişləndirir.